Salam əziz və hörmətli izləyicilərimiz. İndi mən sizinlə Bəxtiyar Turobovun Quran və təcvid ehkamları iş dəftərinin göstərəcəm və işləyəcəm. Gəlin başlayaq. Belə düzəltmişəm, amma siz istərsiniz iş dəftəri formasında da eləyə bilərsiniz. Mən belə yazmışam, vərəqlər var. Ərəb əlifbasının birinci hərfi əlif hərfidir. Bu əlif hərfi Quranda hər hərfin sonda, ortada, əvvəldə və sərbəst forması var. Amma əlifdə bu biraz fərqlidir. Baxın, hörmətli izləyicilərimiz, burada necə çəkməliyik, oxlarla göstərir. İndi sizə birini yazım göstərim. Bu əlifin sərbəst formasıdır. Buradan belə düz xətt əlif. Əlifin sərbəst forması çox asandır. Sonra əlifin ortada gələn forması da belə olur. Sonda gələn forması da belə olur. Bunu da yazaq. Əlifin ortada və sonda gələn forması və əvvəldə gələn də elə sərbəst kimidir. Çünki əlif özündə əvvəldə gələndə birləşmir yəni. Belə yazırıq. İş dəftəridir.